Salam aleyküm, xoş gördük. Arz eləyim ki, mən bugün çox məşğul idim, başım çox məşğul idi. Bu başımı demirəm, yəni işi deyirəm. Arz eləyim xidmətsə, ona görə çox bir vaxta qalmışam, amma kitabı oxumaq qərarım deyən mən. Hər gün kitab oxumaq önəm daşır, bu bizə bir adətə çevrilməlidir. Bilirəm, bəzi dostlarımızın əlaqəsi var, qulaq assınlar, gəlsinlər, görsünlər, bəziləri sonra baxırlar. Amma dünən dostların da biri yazdı ki, filan kəs, heç kəs qulaq asmır, nəyə oxursan? Qabaqcan dediyim kimi də, mən özümü oxuram, özümdə bir adət var. İndi fəqət bu mənə bir imkandır. Burada oxuram, orada zəbt olur, lazım olsa özümdə baxıram. Gələcəkdə mənim fikrimi dəyişdiklərini oradan görə bilərəm. İnsanlar mənim əgər bir zaman istədilər, mənim fikrimi görürlər, onlar eləyə bilərlər, müraciə eləsinlər. Burada şəfahi halətdə və mənim özümün huzurumu görsünlər. Bu da bir məsələdir. Və bir də mən istəmirəm hamı kitab oxusun. Yəni hər kəsin əlaqəsi var oxusun. Heç kəsə zor eləyə bilmərəm ki, sən gərək gündə kitab oxuyasan. Amma bu bir adət eləməkdir. Yəni əgər bir millət istəyir istiqlala getsin, hər nəyə getsin. Heç demirəm istiqlal, federal, hər nə mənə. Hər nəyə getsin kitabdan keçir. Yəni o günəcən ki biz bunu oxumayaq və özümüzə bir adət eləməyək kitab oxumağı, mütəəssifanə o gün biz bir yerə çata bilmərik. O günə qədər yəni biz bir yerə çata bilmərik. Amma dünənləri dostlardan biri məndən bir sual soruşubdu dünənki videoda. Mən də sonra ona bir cavab yazdım qıssaca. Amma o sual çox önəmlidir. Dostumuz gəlir deyir ki, bir belə türkçü ola, nədən siz gedib bir kürdü seçmişsiniz ki, Kürd, salam aleyküm, aleyküm salam, Asayid, Əsəd bəy. Nədən bir deyir ki, dostumuzun intiqadı budur ki, nədən siz getmişsiniz bir dana türkçü seçmişsiniz ki, o Kürddür və Kürd türkçü ola bilməz. Dostumuzla biz bu günləri biraz danışdıq. Azdan çoxdan danışdıq. Bəllidir, savadlı insandır, düşüncəli insandır. Türk dilinə vaqifdir, Türk tarixinə vaqifdir. Mən xahiş elədim, yenə də xahiş edirəm. Əvvəldən xahiş eləmişəm. Lütfən gəlin bir kitab oxuyun. Hangi kitabı sevirsiniz, hangi nevisəndəni sevirsiniz, onun kitabını oxuyun. Gündə bir səfər. Adət eləyin. İnsanlara göstərin kitab oxumaq xərxanlıq farslar demiş deyil. Kitab oxumaq roşən fikirliliğin, Azərbaycancılığın, türkçülüğün, millətçiliğin, insaniyyətin, əxlaqın, şərafətin əsası payasıdır. O insan ki kitab oxumur, şərafətdən də danışa bilməz çox. Demirəm şərəfsizdir, amma şərafətdən çox danışa bilməz. O insan ki əqildən danışır, kitab oxumasa əqildən danışa bilməz. O insan ki tarixdən, dindən, ədəbiyyatdan, musiqidən, fizikdən, şiimdən, hər nədən danışır, fəlsəfədən, millətdən, millətçilikdən danışır. O adam kitab oxumasa heç birisi deyil. Bu bir tərəfə. İndi ikinci dəlil ki vardı, budur. Dostlar, mən demişəm, mən türkcəni elmi şəkildə başarmıram. Mən küçə-bazar türkçəsi başarıram. Yəni, ən çoxu nağıl başarıram oxuyan və şeir oxuya bilirəm. Yəni, nağıl, küçə-bazar. Məsələn, Şəhriyarın böyük şeiri, əzəmətli şeirləri türkçədə, ya Fuzulinin, bunlar şeirdirlər. Bunları siz elmi dili deyil. Elmi dili olmadığı üçün siz bunu elm hesablayıb oxuya bilməzsiniz. Onu oxumaqla deyə bilməzsiniz ki, mən elmi kitab oxuya bilərəm. Yox. İkinci bir mənim zəfim türk dilini başarmamaqdan əlavə bir zəfim də var. O da budur ki, mən kitabı yavaş oxuram. Hətta farsını ən sürətli oxuduğum kitab farsıdır. Amma mən çox yavaşcıl oxuyanam. Və indi bu latin əlifba ilə olanda və İngilis olsun, ya latincə əlifba ilə olsun, mən höccüləyərək oxuram kitabı. Onun üçün mənə çox ağır gəlir ki, bir dana fəlsəfi kitabı gələm oturam, əvvəldə Bismillah əleyhis zadında başarmıram, höccüləyə oxuyam. Onun üçün mən axtardım, görüm ki, hangi kitab
ərəb əlifbasındadır, sadədir, mənə rahatdır oxumağı. Onu tapdım və bu o kitabdır. İndi fərq eləməz bunu kim yazıbdırsa. Baxın, teoriləri yazanlar, məsələn, Marx karxanadarçı deyildi, karger də deyildi. Amma bir teori yazır, kargerlər üçün. Bu teori məsələsidir. Ya, məsələn, deyək ki, elə özümüzü misal bıraq. Ağa, pan-İranismin və pan-farsismin teorisini yazanlar kimlərdir? Bir, başda gələnlər Təbrizlilər və Bakılılardır. Vaqiyyət. Bunlardır. Amma pan-İranismi bunlar yazıblar, bunlar da üstündə gediblər, manor veriblər. Əlbəttə, mənim nəzərimə hər iki tərəf, həm Təbrizdə, həm Tehranda, həm Bakıdakılar bunlar oyuna düşüblər. Amma düşüblər. Hər halda indi biz bunu tozih eləmək adıyla ki, kitab yazılıbdır. Və ayrı dəlillər də vardır ki, onlara getməyək, kitabımı mən sürətlə bir dəfə oxuyayım və gedim. Dünənlər, kitabımız nə mənədir? Türkçülüyün əsaslarıdır. Yazan Ziya Gökalpıdır. 26-cı səhifənin yarılarından 1, 2, 3-cü paraqrafı qutarmışıq. 4-cü paraqrafdan başlayırıq. 4-cü bölümündən kitabın paragraf ingiliscədir. Bölümlər ki, olur kiçik ya böyük kitabda sətir qırılır davamı. Səhifənin əvvəlinə başlayır, ona paraqraf deyirik. İndi Oğuz, Bayat və Əfşar boyları da gərək Türkiyədə, gərək İranda və Azərbaycanda vardır. Deyir ki, dünənləri bunlar danışırdı ki, bəzi boylar var, yəni bəzi millət vardır, məsələn, Türk milləti, bunların dillərin dəyişdirməyə və kültürlərini dəyişdirməyə çalışırlar. Üzbək dili və üzbək kültürü, Qırğız dili və Qırğız kültürü. Dedi ki, bəziləri də var, bizdən daha çox uzaqdır, onlardan da uzaqdır. Onun üçün xəbərimiz yoxdur ki, onlar dil və kültür haqqında nə fikirləşirlər. Amma dedi ki, bunlardan, Türk millətindən bir qolları, Oğuz qolları bizə yaxındır. Azərbaycandır, indi adların deyəcəkdir, Xarəzmidir. Bunlar dedi, İranda yaşayanlardır. Bunlar bizə yaxındılar, həm kültürdə, həm dildə. İndi bunlardan danışır ki, Oğuzun, yəni Oğuz türklərinin Bayat və Əfşar boyları, boy tirə deyilir farsıda. Boyları, bu tirə dedim, yadıma düşdü. Məsələn, biz bu şeydə görürük ki, Türkiyədə bu xiyabanın vəsətdəki xəttinə şərit deyirlər. Bilmirəm, bu boyla onun nə ilgisi var, niyə zehnimə gəldi, amma zehnimə kəhli bir yerdən gətirdi. Tirədən, tirə, farsca tirə, bu xiyabanda xəttlər ki vardı, onları zehnimə oradan gəldi. Hər halda, bunlar da gərək Türkiyədə olsun, yəni Türkiyədə olanlar olur olsun, İranda olanlar olur olsun, ya Azərbaycanda olanlar olsun. Bu kitab 100 il bundan qabaq yazıldığı üçün Azərbaycana ayrıbdır. Deyir, bunlar da vardılar. Bayatla Əfşar, Afşar yazır. Bizim dostlarımız buna Avşar deyirlər. Afşar yazıb bu dostumuz. Bəlkə də Avşardır. Bunları mənə ya bu dostumuza irad tutmuyor. Ağqoyunlular ilə Qaraqoyunlular bu üç ölkədə yayılmışlar. İki dənə də ayrı qolumuz var, tirəmiz var, ya ayrı boylarımız var. Onlar da Ağqoyunlular və Qaraqoyunlular. Bunlar da yenə də üç ölkədə yayılıblar. Türkiyə, İran və Azərbaycan. Mənə gələn beləsi olacaqdır. İndi deyəcək olsa. Amma diqqət buyurun dostlar. İndi burada bir dənə önəmli bir məsələyə əl vurdu. Mən bu kəlməni açıqlama. Ağqoyunlular və Qaraqoyunlular. Bizim türk ellərimiz çox təbiətçidirlər. Adları da təbiətdən gəlir. Ağqoyunlular, Qaraqoyunlular, Qarapapaqlılar. Təbiətdən alırlar adların. Əslində özlərinə bir ad seçirlər. Beləsi olur. Yəni nə cür olur? İndi məsələn qədim adları belə seçərmişlər. Bir nəfər üçün nənədən olarmış. Buna ad qoymazmışlar. Belə nəzərə gəlir. Mənim nəzərimə və dostlar belə deyirlər. Mən tarixçi olmadığım üçün çox da bu cür şeylərin üstündə
simiclik eləyə bilmərəm. Yəni çox da izhar fəzl də eləməyim. Dostların dediklərinə əsasən türklər qədim uşaq doğandan sonra buna ad qoymazdılar. Uşaq yetişərdi bir sinnə ki, bundan bir iş üz verərdi. Bir halət bundan görsənərdi. Bir duyğular bundan görsənərdi. Bunun əsasında o uşağa ad qoyardılar. Onu bunun uşağının adına ad qoyardılar. İndi bu Sorqpust İranda dedikləri native, yəni bu torpağın əsli, mən oturduğum torpağın elə ittifaqən əndə əlam bir şəhərdəyəm, adı Vavadır. Yəni bu İranda Sorqpust dedikləri, Türkiyədə Qızıldərili dedikləri və burada native, yəni bu torpağın sahibləri dedikləri native. Məsələn biz Azərbaycanın nativiyik, yəni sahibiyiq. Bizə mühacir demək bir dənə yalan bir şeydir yəni. Mən mühacirət haqqında da bir səs qoymuşam, bir videodur, 1 saatlıq, 1 saat yarımlıq qoymuşam bir uzun məqalədə başlamışam yazmağa, amma bir 20 səhifə zət yazmışam, fikirəm ki, bir 100 səhifədə yazacağam, amma vaxtım olsa, inanmıram bu tezlikdə vaxtım olsun onu yazma, amma çalışacağam ki, o voice-la onu təkmil eləyəm, səslə, səs faylı. Hər halda, qara qoyunlar hətmən bunların qoyunlarının qarası çox olduğu üçün məşhur olublar qara qoyunluğa. Onu deyirdim. Uşaqlar məsələn yekəlir, birdən biri qorxaqdır. Elə məsələn ona qorxaqlığa görə bir ad qoyurlar üstünə. Biri məsələn bir şeyi boğubdur. Adın o boğmağın üstünə. Biri çox ağıllıdır, onun üzünə. Biri çox məsələn iyitdir, onun üzünə. Yəni bu şəxsiyyətinə görə, xarakterinə görə ona bir ad qoyardılar. İndi qara qoyunlar, ağ qoyunlar da təbiətdən gəlir və bunların o ictimai, təbii rəftarlarına görə bir ad qoyublar elin üstünə. Bir tayfanın üstünə ya bir qolun üstünə ad qoyublar. Ağ qoyunlar, qara qoyunlar. İndi diqqət buyurun, burada bir dənə tarixi məsələyə işarə edeyim. Ağ qoyunlar və qara qoyunlular hərəsi Azərbaycanın ya türklərin torpaqlarının bir hissəsinə hökmdar olublar. Yəni, ağ qoyunlular bir torpaqlar əllərində olubdu. Mümkündür, biraz qabaq, biraz dalı. Qara qoyunlular da o cür olubdu. Yəni, biraz torpaqlar. Sonra bunların arasında dava olubdu. Cəlib budur ki, Osmanlı dövləti də, imperiyası da eyni zamanda şəkillənibdi. Yəni, biraz az, biraz sonra, biraz qabaq, biraz dalı, yəni o həndəvərdə Osmanlı dövləti də şəkillənibdir. Yəni bunlar üçü də eyni zamanda qudrətlənirlər. Eyni zamanda. Və bir-birlərindən savaşırlar və biri təslim olur o birisinə, yavaş-yavaş Osmanlı bu arada güclənir. Amma bu arada bir millət qalxır və o türklər, Azərbaycan türkləri, bunlar Azərbaycan türkləri də qara qoyunlu və ağ qoyunlunun hər bir hissələri ağ qoyunların əlindədir, bir hissəsi qara qoyunların əlindədir və qız veriblər, qız alıblar. Yəni çox bir qarışıq bir şeydir. Bu arada Səfəvilər çıxırlar ki, ağ qoyunlu, qara qoyunlunun familləridirlər əslində, yəni törəməleridirlər. Nənəsi, nə bilim, Şah İsmailin məsələn nənəsi bilmirəm, ağ qoyunludur ya qara qoyunludur. Yəni zehnimdə dəyilindi o ad, ona görə deyəmirəm, amma bilirəm bunların birinin qızıdır və onlar da Məsihidirlər. Yəni türklər hamısı müsəlman deyildi ki. Hərəsi bir dində idi, sonra müsəlman olublar, filan olublar, bəhman olublar. Amma bu ağ qoyunlar və qara qoyunlar hətta Səfəvilərlə də savaşırlar. Səfəvilərin, yəni Səfəvi hakimiyyətindən qabaq bunların dədələri ilə də savaşırlar və qətlə yetirirlər Səfəvilərin ailələrin. Hətta deyirlər ki, Şah İsmail ki, sonra şahlığa çatır, çox kiçik imiş. Bunu axtarırlar, öldürərlər. Bu qaçır, gedir Gilan deyilən iyalətə. Bəllidir ki, Gilan deyilən iyalət ya indi o zamanda Farsmış, ya Türkmüş. Bunları indi bəhsin çox mən bilmirəm. Bunların da bəhsini eləməyim. Amma gedir ora, pənahəndə olur əslində orada. Yəni buradan ki, tutarlar məni öldürərlər, qaçır gedir pənah. Çünki dədəsi onlarla savaşırdı, adamlarını öldürdü, şikəst yiyibdi. Qətliam eləyəcəklər əlçəkləri, qaçırdırlar, aparırlar ora və orada bunu biri ağaca deyirlər dırmaş, ağaca dırmaşır və ağacın başında olur o qara qoyunlunun ya ağ qoyunlunun
səfiri gəlir bunu istəyir, deyirlər, vallah, Allaha and olsun, yer üzündə deyil. Yəni, ayağı torpaq üzündə deyil. Adamlar qeydirlər, gedirlər və orada, yavaş-yavaş oradan gəlir, 13-14 yaşında da deyirlər ki, inqilabın başlayır və hökumətin qurur. Biraz işarə elədim ki, bu hardan gəlir. İndi, o halda Xarəzm, İran, Azərbaycan və Türkiyə ölkələri Türk etnoqrafiyası açısından eyni uruğun yurdlarıdırlar. Pəs deyir ki, Xarəzm, indi bir dənə də serial verir Xarəzmə görə, gözəl bir serialdır, türkçüdür, gözəldir. Çəngizxanın qabağında dayanmasını zahirən filmə çəkəcəklər. Və Türkmənistanda elə bilirəm, oynayıblar bu filmi. O halda, yəni indi fikirəm, Xarəzm indi Türkmənistan hesab olur. Mənim coğrafiyam çox zəifdir. Bunu ciddi tutmayın, özünüz baxın. O halda Xarəzm, İran, Azərbaycan və Türkiyə ölkələri, torpaqları, yəni Türk etnoqrafisi. Etno, dedik ki, latin bir sözdür, qrafi də latin bir sözdür. Etno, yəni nəcad, geçmiş, bunlardan gəlir. Qrafi, yazmaq, etnoqrafisi, yəni onun yazmağı açısından, açı olur zaviyə, ərəbcə sözdür zaviyə, açısından, o baxışdan, o şeydən, eyni uruğun yurdlarıdırlar. Yəni eyni bir tayfanın bir yerdən gələn soyun, soy da nəcadın türkcəsidir. Onun torpaqlarıdır, yurdlarıdır. Yurd da dedik vətən. Vətən ərəbcə sözdür, onun türkcəsi yurd olur. Bəzilər bizə istillər inandırırlar ki, vətən sözü və millət sözü taza bir sözdür. Baxın, onda biz, məsələn, misal vurum şeyləri, Qəznəviləri, Qəznəvi türkləri, Səlcuq türkləri, Osmanlı türkləri, Səfəvi türkləri, Qacar türkləri. Bunlar bu milləti birləşdirəndə nə xitab eləyiblər, birləşdiriblər? Deyiblər ki, Həsən, Hüseyn, Kazım, Qasım, ya məsələn, qara papaqlı, ağ papaqlı, yaşıl papaqlı, yox. Bunların hamısının ki, adına bir ad gərək qoya. Ya gərək deyəydi Türk, Türk xalisdir demək olmaz. Ya buna gərək bir şey deyəydi. Millət ərəbcə sözdür, tamam. Bunun türkcəsi gərək deyiliydi. Yəni, ey adamları ki, mən sizə əmr edirəm. Bunun bu adamların bir adı olmalıdır. O nədir? Və eyni halda buranı biz işğal elədik, ya buranı aldıq, savaşdıq, aldıq, ya buranı əvvəldən oturduğumuz yerdir. Buranın adı nədir? Bura ilə bizim adımız, bizim ilcimiz nədir? Mən istəyirəm bunu deyəm. Yəni, bu torpaqlarda mən otururdum. 2 nəsl, 3 nəsl, 5 nəsl, 50 nəsl, 100 nəsl oturmuşuq. Məsələn, Kəlan kəndində biz 750 ildir, ta 800 il biz orada oturmuşuq. İndi mənim ilgim orayla, oranın bağı mənlə nədir? Mən ora deyəndə deyim ki, bura mənim nəyimdir? Bura mənim toprağımdır, bura mənim vətənimdir, bura mənim doğma yurdumdur. Nə deyim? Millət və bunlar mənim millətimdir məsələn. Millət ərəbcədir, tamam, bu sözdən gəlmir. Amma bunun yerinə bizdə, məsələn, soy, ulus, uludan gəlir, ulu kəlməsindən nəzərimə gəlir, amma beynəlmiləl işlənir və millət işlənir. Hər halda, yəni istəyirəm deyəm ki, o bizim zehnimizə İranda bir şey yendiriblər, buna görə ki, deyək ki, yox, millət taza bir şeydir, bizim yoxdur. Millət dövlət taza bir şeydir. Millət dövlət taza bir şey deyil. O zaman ki, Osmanlı, o zaman ki, Səfəvi, o zaman ki, Qəznəvi, o zaman ki, İslam. İslam, lağəl deyirik, özünə deyim, hər kəs mənim fikirdaşımdır, ümmətdir. Pəs baxın, o bir dana ümmətə etiqadı var. İmperialistli bir fikirdir, amma fikirdir. Siz deyə bilməzsiniz ki, millət dünən sözüdür. Yox, millət dünənin sözü deyil. O zaman ki, bir millət bir bayrağın altına yığışdı, bir amac üçün savaşdı, orada bir toplum var. O toplumun dövləti də var. Və o birisi toplumları gedib alanda deyir ki, bizim toplumumuz o toplumu aldı.
Bunun adı nədir? İndi biz buna millət deyirik. O zaman da bunun adı eyni millətə tay bir şey olacaqdır. Bəs millət, dövlət bugünkü söz deyil. Hə, bəlkə millət, dövlət qanuna dayanaraq, dinə yox, qanuna dayanaraq yeni bir sözdür. Amma yenə də deyim, Çəngizin qanunu var, yasa. Ona nə deyək? Yəni, Çəngiz bir qanun gətiribdir, qanun yazıbdır. İslamın qanunlarından əlavə, məsələn, Səfəvi dövrəsində ya Osmanlı dövrəsində bir qanunlar yazılıbdır. Əlavə, İslamdan əlavə bir qanunlar yazılıbdır. Qanun, yəni, Həmmurabi belə qanun yazıb, dadaş. Əzizim, Həmmurabi qanun yazıbdır. Yəni, qanun, Həmmurabi dövlət qurubdur. Bilirsiniz, dövlət belə olurdu, elə Türk zamanında belə olurdu. Məsələn, mən bu qələdə, ya bu şəhərdə ki, dövrəsinə divar kəsmişik, adına qələ deyirik, bu kətdə, bu şəhərdə yaşıram. Buranın hakimiyyəti məndəndir, torpaqları. Gücüm çatır, o birisi kəndidə alıram, o birisi kəndidə alıram, bu cüzü torpaqlarımı yükəldirəm. İndi bunlarda mümkündür bir kətdə 10 dana ev ola, mümkündür bir ayrı kətdə 100 dana ev ola, bir ayrı kətdə 1000 dana ev ola. Qədim şəhərlər indiki kimi milyonlar da, ya, onlar ki, kitabda oxursa, falan kəsin sipahı 1000 dana, məsələn, 100 min dana idi, 1 milyon dana idi. Bunlar ədədləri bilmirdilər. Yəni, riyaziyyat, bilirsiniz, sifri taza çıxıbdır. Yəni, sifri İslamdan sonra gətiriblər də. İndi nəcür, məsələn, Xəşari Şahın 1 milyon ordusu ola bilərdi. 1 milyon nəfəri çörəyi yetirmək belə. İndi bir məmləkətin nüfusudur belə. Yəni, yalanları tarixdən biz götürməliyik. Hər halda, bunlardan geçək, qeydaq kitabımızı biraz daha sürətlə oxuyaq. Bu 4 ölkənin bütününə Oğuzistan, Oğuz eli adını verə bilərik. Deyir, bu 4 yerə deyə bilir ki, Oğuzistan. Niyə üçün? Oğuzlar burada yaşarlar. İstan sözü, mən bilmirəm, türkcədir ya farsıdır, amma farsı gəlir nəzərə. Məsələn, deyirlər ki, Ərəbistan, Türkmənistan, Qəzzaqistan, Əfqanistan, Pakistan, Hindistan. Bu istan, Takistan, üzümlük kimi. Nəxlistan, xurmalıq kimi. Yəni, o zaman ki, bir dana millətdən orada çox oldu, əksəriyyət oldu. Oranı o millətin adı ilə deyiblər ki, bu millətindir. Dedim, necə üzümə deyirlər Takistan, üzümlük. Çünki orada üzüm daha çoxdur. Alma da ola bilər, ərik də ola bilər, gilas da ola bilər. Amma üzüm daha çox olduğu üçün deyirlər ki, bura çoxluq üzümdür, üzümlərin yeridir. İndi Hindistan, yəni hindilərin yeri. Pakistan, yəni paçların yeri. Əfqanistan, yəni əfqanların yeri. Görürsünüz, burada İranistan yoxdur. Biz Farsistan deyirik. Türkistan, Uyğuristan. Bunlar, yəni onların yeri. İndi, nədən bu vəsətdə hamınınki İstandır, Azərbaycanınki Azərbaycandır? Məncə, burada bir yarılış var. Azərbaycan olmamalıdır. Məncə, mərkəzi Türkistan bura olacaq. Mən bunu Günas TV-də də bəlkə bir 8 il bundan qabaq demişəm. Mənim nəzərimə belə gəlir ki, Azərbaycanın adı bu nahiyədən keçirtmədir. Ya da ki, Azərbaycan əslidir, ətrafdakılar onlardan ayrılıblar, qovm olduğu üçün onları qovmunun adı üstünə gəlibdir. Bu elə şey qalıbdır. Burada biraz bu bəhsili bir şeydir. Mənim də zorum, savadım, elmim çatmır. Tamam, türkçülüyün yaxın hədəfi bu böyük ölkədə yalnız bir tək kültürün hakim olmasıdır. Diqqət buyurun, indi gəldik. Türk nə istəyir? Türkün yaxın hədəfi, yəni kiçik qısa, İranda deyirlər kutah müddət. Kutah müddət ki, 300 il, 500 illik hədəf, ha? Yəni bir var ki, məsələn, milyon illikdir. Deyir ki, yaxın hədəfimiz, hədəf ərəbcədir, farslıya giribdir, oradan da biz də işlədirik. Amac, fikrim o da, amma biz onu işlədirik, amac daha çox işlənir. Bu böyük ölkədə yalnız
əzərsəm, bu 4 ölkənin bütününə, yaxın hədəfi bu böyük ölkədə yalnız bir türk kültürünün hakim olmasıdır. Bizim bir qısa müddətlik amacımız budur ki, bu 4 ölkənin ki, hamısında türklər hakimiyyətdədirlər, əksəriyyətdədirlər. Bu 4 dananın dili və kültürü birdir, torpaqlıqları da bir olsun. Buna United deyirlər indi dünyada. Bu pan deyil. Bu Uniteddir. Bir, məsələn, Avropalılar din əsasına birləşiblər. Məsihiyyət üçün. Dilləri bir-birinədir. Amma biz də eləyə bilirik ki, dinlərimiz fərqlidir türklərin. Şiə, sünni, nə bilim, erməni, yəhudi, hər dinimiz var. Maşallahı. Onun üçün biz eləyə bilirik ki, dil əsasında birləşək və bir şey qulaq. Bu 4 ölkənin bütününə tamam, hakim olmasıdır. Oğuz türkləri genəlliklə Oğuz xanın torunlarıdırlar. Oğuz türkləri, yəni onlar ki, adamları ki, özlərinin Oğuzun uşaqları bilirlər, elə onu deyir ki, genəlliklə, ümumiyyətlə, yəni qatışan da var. Məsələn, gəlin almışıq, gəlin vermişik, farslarla, ərəblərlə, ayrı millətlərlə, hindlilərlə, filan, bəhman, qardaşlıq olmuşuq, getmişik, Hindistanı fəth eləmişik və Hindistanda bilirsiniz, Səfəvi dövründən fikir edirəm, Babirlər orada hakimiyyətə yetişməklərinə köməklik eləmişik. Sonra da Nadir dövrəsində getmişik və orada bir 6 ayacan qalmışıq heç olmasa. İşğal eləmişik, savaşıblar bizlə, hətta öldürmüşük, çoxlu adam öldürmüşük orada. Sonra da o 6 ayda onların bir dünya arvadları ilə bizim ilgimiz olubdur, dədələrimizin. Hər halda indi bu günləri utanqıc verəndi, dədələrimizin adına biz utanmalıyıq. Amma o zaman iftixar idi, yəni sərbazlar bu cürdülər, yəni sərbazlar adam öldürərlər, gedərlər və sonra da onların xanımları ilə, qızları ilə də əlaqəyə girərlər. İndi də bəzi yerlərdə o cürdür, Əfqanlılar cürdür, dünənləri, İsrail günləri elam elədi. Deməyin ki, əqəb mandədir, yox. Əqəb mandə deyil. Bu, cəngin bir şərtidir, mütəəssifən. O zaman ki, siz bir millətin kişilərini öldürdünüz, onların xanımları neyniyəcəksiniz? Gərək bir bərnaməz olun. Umarım, inşallah, heç vaxt belə bir cəngilər daha düşməz və heç vaxt xanımlara təcavüz olmaz. Amma Səfəvi dövrünün son günlərində İsfahan və Şiraz bir ayın içində 4 dəfə əldən ələ keçibdi və 4 dəfə tarixdə dediklərinə əsasən, nə qəd düzdür, nə qəd yalandır, tarixlər deyirlər. Deyirlər, 4 dəfə bunların xanımlarına 8-9 yaşdan yuxarıya ta 90 yaşınacan təcavüz olubdur və bunların nəhayətdə hamilə olub və uşaqları olacaqdır. Yəni, xalis nəsli orada yoxdur. Genəlliklə Oğuz xanın torunlarıdırlar. Torun da dedik ki, yəni bunların nəvə nəticəsidir. Yəni, onların belindən gəlmədir. Beləsidir. Belindən gəlmə daxil yaxçı, müəddəb sözdür. Amma torun bizim Qəradağda, Türkçədə kişinin sperminə deyərlər. Oğuz türkləri bir neçə 100 il öncəsinə gəlincəyə qədər bir-birləri ilə yaxından ilgili bir ailə halında yaşardılar. Pəs Oğuz türkləri, yəni bu heç olmasa dedi ki, bu 4 ölkə, Türkmenistandan tutdu, gəldi, getdi Azərbaycan, İrandakı türklər və Türkiyədəki türklər, bunlar bir neçə 100 il bu öncəyə qədər, diqqət buyurun, bir neçə 100 il bundan əvvələ qədər, hətta məsələn bəlkə Qacarların sonlarına qədər, beləsi deyil. Bunlar gəlinciyə qədər, yəni tarixdən, uzaq tarixdən ta məsələn 100 il, 150 il bundan qabağacan bir-birləri ilə yaxından ilgili, ilgi yəni əlaqəli, bir ailə halında yaşardılar. Bir ailə xanəvadə farsçasıdır, ailə ərəbcəsidir, biz də onu işlədirik. Hətmən bunun türkçəsi var ailənin, amma mən bilmirəm. Məsələn, Füzuli bütün Oğuz boyları içində bilinən bir Oğuz şairi idi. Füzuli pəs
bir Oğuz boylarının hamısının içində məşhur olan, bilinən, yəni məşhur olan, tanınan bir Oğuz şairidir. Qurqud Ata kitabı Oğuzların rəsmi Oğuznaməsi olduğu kimi Şah İsmail, Aşıq Kərəm, Koroğlu kitabları kimi xalq əsərləri bütün Oğuz elinə yayılmışdır. Deyir ki, necə ki, Qurqud kitabı, Qurqud Atanın kitabı Oğuznamə hesab olur. Yəni, Qurqud adında biri bunu bəlkə yazıbdır. Amma bunu kimə yazıb? Oğuzun ailəsinin nağılların yazılıbdır. Başına gələnlərin yazılıbdır. Çox da ustureyi bir şey ola bilər. Olduğu kimi Şah İsmailin nağılı kitablar kimi şey olur. Aşıq Kərəmin nağılı, Koroğlunun nağılı, əlbəttə bir çox ayrı nağıllar, məsələn, imperatorlarımızın hamısının nağılları bu kitabları kimi xalq əsərləri deyəndə, yəni bu dövlət bunları düzəltməyib, bunları millət özü düzəldir. Bütün Oğuz elinə yayılmışdır. Oğuzun tamam ellərinə yayılıbdır, onların içində məşhur olubdur, oxunubdur, bilinibdir, tanınıbdır. Türkçülüyün uzaq idealı isə, bəs yaxın idealı türkün nədir? Diqqət buyurun. Yaxın ideal bu oldu ki, Oğuzun nəslindən gələn türklər Azərbaycan, yəni Güney-Quzey, Türkmənistan və Türkiyə. Bu 4 dana tüm dilləri və kültürləri bir-birinə yaxındır və çox yaxındır, yəni əslində birdir. Bunlar birləşsinlər. Birinci, bəs qısa müddətli fikir budur, türkçülüyün fikri. İkinci fikir nədir? Türkçülüyün uzaq idealı isə, uzaq, yəni bələnd müddət, uzun zamanlı bir fikrimiz nə mənədir? Turandır. Türkçülüyün bəs 2 dana bərnaməsi var. Bir dana, əlbəttə buna qızıl alma deyirlər. Turandır. Turan kimilərinin sandığı kimi türklərdən başqa Moğolları, Tonquzları, Fenuvaları, Macarları da içinə alan qovmular qarması deyildir. Deyir, bəzilər Turan nədir? Deyir, kimiləri sandığı kimi, kimilərinin sandığı kimi. Deyir, bəziləri belə sanırlar. Sanmaq 2 dana mənası var. Bir budur ki, fərz edirlər. Bir də sanmaq, saymaq deməkdir türkçədə. Amma burada fərz edirlər. Deyir, bəzilərinin fərz etdiyi kimi, düşündüyü kimi, hətta sandığı kimi, sandıq, bir dənə də sandıq deyirik biz, bilmirəm, bəlkə sandıqdır. O da yaxdən. Yaxdən deyirdik, amma yax ilə dəndən xəbər yox idi onda. O yəni fars kəlmə deyil. İstədim bunu deyəm. Amma niyə acını yaxdən deyirdilər, bilmirəm. Onu da görürsünüz, nə çox şeylər bilmirəm mən. Tamam. Deyir ki, bəziləri belə sanırlar ki, türklərdən başqa, yəni türklər var. Dedik, Oğuzlar və qeyri-Oğuzlar da var. Hətta Oğuzlar bəziləri də qırılmışlar. Ki, dünən bəhsidə dedik. Deyir ki, onlardan başqa Moğolları, bəzi adamlar deyirlər, Moğollar türklər. Hətta mənim bir dostum var, alim, düşünür, adını da çəksimanda, bəis görmürəm, Oğuz bəy, türk. Bu inanır ki, Japonların dili və özləri, Korelilərin dilləri türkdür. Əlbəttə, bizim bu dostumuzun mən şahid olmuşam şəxsən ki, Kore dilini danışa bilir. Qızı da Kore dilini çox, bütün anası, qızının anası da Koreli imiş. Kore dilini perfekt bilirlər. Və mənim dostum deyir ki, türkdür. Mən amma bilmirəm. Bəli, indi diqqət buyurun. İstədim bunu işarə edeyim ki, bəzi Turancılar deyirlər ki, Oğuz türklərinə əlavə Moğollar da türkdülər. Tonquzlar adlı bir millət də türkdür. Finovalar da türkdülər. Məcarlar da türkdülər. Japonlar da türkdülər.
Koreliler də türkdülər. Deyir ki, bu yazarımız ki, Kürddir, bəlkə də oradan bir ilgisi ola bilər, mən bilmirəm. Deyir ki, bunları da içinə alan qovmular qarması deyil. Deyir, Turançılıq bu deyil ki, həm Moğollar, həm falan bunları alsın içinə. İçinə alan qovmular, qovmuların deyir hamısının qarması, qarma qarışığı deyildir. Yəni, bunların bir qatışığı deyil. Bu zümrəyə bilim dilində Ural-Altay topluluğu deyilir. Bu zümrəyə, bu türk, yəni Turançılığa fikirlə və bu saydıqlarına, yəni Moğol, Tonguzlar, Finovalar, Macarlar. Deyir, bunların da onların içində olanda bu zümrəyə, bunların yəni hamısına bilim dilində, elmi dilində, bilim elmin türkçəsidir. Ural-Altay topluluğu deyilir. Ural-Altay deyirlər bunlara. Bununla bərabər, yəni bununla belə, bu sonucu topluluğun içindəki qovmuların dilləri arasında bir əqrəbalıq olduğu da hənuz isbat edilməmişdir. Deyir ki, bu sonucu, yəni bu nəticəni ki, topluluğun içindəki qovmuların, yəni Moğollar, ərz edeyim xidmətinizə, Məcarlar, Tonguzlar falan, bu dillər. Deyir ki, bunların arasında əqrəbalıq, yəni dil əqrəbalığı. Əqrəba qurb kəlməsindən də ərəbcədir, yəni yaxınlıq. Əqrəbalı ki deyirik, yəni famillikdə deyirik, yəni yaxınıq bir-birimizə. İndi burada dillərin arasında bir əqrəbalıq olduğu da hənuz, yəni hala indiyədək isbat edilməmişdir. Deyir, Moğol dili ilə türk dilini hələ isbat edilməyibdir. Ki, bunlar bir dildilər, bir kökləndilər. Hətta bəzi yazarlar Ural qovmuları ilə Altay qovmularının bir-birindən ayrı iki topluluq təşkil verdiyini və türklərin Moğollar və Tonguzlarla bərabər Altay qrupunu Finovanlılarla Məcarların da Oral qrupunu təşkil verdiyini iddia edirlər. Burada gəlir deyir ki, belə bir şey var. Bəzi dilçilər ya bəzi tarixçilər hər nə deyirlər ki, bəzi yazarlar deyirlər ki, Ural qovmuları Altay qovmularının bir-birindən ayrıdırlar. Pəs Ural'la Altaylar ayrı-ayrıdırlar. Beləsi bir, nevisəndələrin bəzisi belə deyirlər. İki topluluq təşkil edirlər. Yəni, ayrı-ayrı iki dana topluluqlar, iki dana ictimadılar, iki dana millətdilər. Nə cür? İndi bunu deyir ki, türklərin Moğollar və Tonguzlarla bərabər Altay qrupun, türklərlə Moğollar və Tonguzlar deyir ki, bunlar Altaydılar. Bunlara Altay deyirlər. Finovanlarla Məcarlar da Oral qrupunu təşkil edirlər. Pəs beləsi bir iddialar da vardır. Deyir, yəni dilləri bir-birinə hənəz bəlli deyil, bir də beləsi bölür. İstədi burada məsəldə bunu tozih versin ki, hələ bəlli deyil. Türklərin Moğollarla və Tonguzlarla dil əqrəbalığı olduğu da hənuz isbat edilməmişdir. Deyir, amma yenə də təkrar edilir həmanki qabaqçı cümləni. Türklərlə Moğolların və məzərət istəyirəm. Hara getdik? Türklərin Moğollarla və Tonguzlarla dil əqrəbalığı olsa da hələ isbat olunmayıbdır. Edilməmişdir, yəni hələ elmi cəhətdən bu şeydir. Bugün bilim açısından tartışılmaz olan bir gerçək varsa, o da türkcə konuşan Yakut, Qırqız, Üzbək, Qıpçaq, Tatar, Oğuz kimi türk boylarının dilcə və gələnəkcə qovmi bir birlikə sahib olduğudur. Deyir ki, bu günləri ki, biz bu kitabı yazırmış, bugün bilim açısından, yəni elmi baxışından tartışılmaz olan bir gerçək var. Tartışılmaz, yəni şəksiz. Tartışmaq, yəni şəkk eləmək, üstündə bəhs eləmək.
mübahisəsiz, sözsüz, səfasız bir gerçək var. Gerçək nədir? Burada mığmığa çoxdur, yemağa başladı. Deyir ki, o da nədir? Bir gerçək varsa, əgər bir gerçək vaqiiyyət var, yəni hətmən varsa, o da nədir? Türkcə konuşan, Türk dili ilə danışan kimlər? Konuşan, yəni danışanlar. Kimlər? Yakut, Yaqutdir. Ərəb olubdur, ərəbcə olub Yaqut. Türklər də qı deməkdən qaçınırlar, k deyirlər yerinə. Yaqut, ya Yakut yazıbdır. Qırğız, Üzbək, Qıpçaq türkləri, Tatar türkləri Oğuz kimi türk boylarının dilicə və gələnəklə. Deyir ki, dilləri Oğuz kimi və gələnəkləri, rəsm rusum, adət, ənənə. Gələnəkcə qovmi bir birlicə sahib olduğudur. Deyir ki, bunların qovmi, diqqət buyurun, qovmi məni eləyəndə nə dedi? Bir atadan, bir anadan olması gərəkir. Eyni adamla. Öcək yox, doğma. Deyir ki, bunlar qovmi bir birliyə sahib olduğudur. Deyir, bu şəksiz, şübhəsiz budur ki, bunlar bir qovmudular. Yəni, Oğuzdan gəlmədilər. Bunu iddia elədi bu sonunda. Amma Məcarları, o birilərin dedi ki, bunlar hələ dil baxımından, yanacaq baxımından bəlli deyil. Turan kəlməsi, turlar, yəni türklər demək olduğu üçün sadəcə türkləri içinə alan bir birliyin adıdır. Deyir, Turan kəlməsi nədir? Sözü nə sözüdür? Deyir ki, Turan sözü kəlməsi, kəlmə ərəbcədir, söz türkcədir. Kəlməsini, məzərət istəyirəm. Turan kəlməsi turlar deməkdir. Turan cəmdir. İstəyir belə desin ki, Turan, turun cəmidir. Turan, ərəb əlif şeyi ilə, ya fars əlif nunu ilə cəm bağlanıbdır. Həm ərəbdə, həm farscada bir ad əlif və nunla, anla cəm bağlana bilər. Deyir ki, Turan sözü, tur sözünün cəmidir. Əlif nunla axirinə gəlməklə cəm olubdur. Yəni nə mənə? Turlar. Tur, bir nəfər. Turlar, yəni o. İndi görək deyir. Tur özü nə deməkdir? Deyir ki, tur, yəni türk. Turlar, yəni türklər demək olduğu üçün. Deyir, yəni bu cürdür. Bunda şəkk eləmir. Deyir, olduğu üçün, yəni bu vaqəən belədir. Tur, yəni türk deməkdir. İndi burada kim mümkündür ki, zaman içində ək olub ona? Bunun dediğine görə. Ya nə cür olubdur, ək olubdur, orası mən bilmirəm. Dilçilərimiz bunu yaxşı bilərlər. Pəs, tur demək, türk deməkdir. Turan demək, yəni türklər. Sadəcə türklər üçün içinə alan bir bilginin, birliyin adıdır. Deyir ki, Turan türkləri içinə alan bir birliyin adıdır. Tamam türkləri. İndi dedi də adların saydı. Azərbaycanda olanlar, İranda olanlar, Türkiyədə olanlar, Türkmənistanda olanlar, Qırğızlar, Üzbəklər, Qıpçalılar, Tatarlar, bunlar deyir ki, Yaqutlar və bunlar deyir ki, bunların hamısı Turanın üzvləridirlər, turdular. Hərəsi bir turdur, hamısına bax, həm bir yerdə Turan deyirik. O halda Turan kəlməsini bütün türk boylarını qapsayan böyük Türkistana qarşılıq kullanmamız lazımdır. İndi nə deyir? Bunu deyir ki, əgər belə olsa ki, tur türkdür, Turan türklər, onda, o halda, yəni bu cürsə olanda, Turan kəlməsinin bütün türk boylarını, tirələrini, qovmularını, hər nə mənə ki vardı, qapsayan, içine alan böyük Türkistana. Yəni bunların hamısı bu coğrafya 2 Amerikadan böyük olar. Ha diqqət buyurun. Kapsanan böyük Türkistana qarşılıq. Yəni onun adın ona bərabər. Ona
kullanmamızdır. Deyir, lazımdır. Kullanmamız lazımdır. Yəni bu adı ona qoymalıyıq. Türkistan deyəndə hara? Deyək ki, üstdən Tataristandan tutdu, gəldi, getdi, Moğolu çıxdı zahirən. Bu böyük toprakların hamısına Türkistan deyirik. Turan deyirik. Türkistan ya Turan. Çünki Türk kəlməsi bu gün yalnız Türkiyədə Türkiyə türklərinə verilən bir ism halına gəlmişdir. Deyir, niyə onlara biz Turan deməliyik bunların hamısına? Türkistan deməyək. Deyir, çünki Türk kəlməsi dövlət, millət olaraq Türkiyənin adı olmuşdur. Ona görə biz bunların hamısına Turan deməliyik. Pəs Turan har oldu? Turan o topraklar ki, rəsmən orada türklər yaşırlar. Yəni, mümkündür ki, orada İran məsələn, İranda türklər Fars hakimiyyəti altındadır. Amma harada yaşırlar rəsmən? Topraklarında, vətənlərində, yurtlarında. Türklərin verilən, tamam, Türkiyədəki türk kültür dairəsində olanlar əlbəttə yenə bu adı alacaqlar. Deyir ki, Türkiyədə bir iddə yaşırlar, adları türkdür. Bunlara türk deyirik və türk kültürləri var. Bunun içində yaşayanlar, yəni türk və türk kültürü içində yaşayanlar, hər kəs olur olsun, deyir, əlbəttə, deyir, yəni hətmən, yenə bu adı alacaqlar. Yəni Turan, türk adını alacaqlar və Turan adını alacaqlar. Yəni Turan adı bunların da üstündə olacaqdır. Mənim inancıma görə bütün Oğuzlar yaxın bir zamanda bu ismidə birləşəcəklər. Deyir, bu adam deyir ki, mən belə inanıram ki, inancıma, yəni belə inanıram ki, mənim bir düşüncəm var, inancım var. Ona əsasən bütün Oğuzlar dedikləri adamlar, millətlər yaxın bir zamanda bu ismidə Turanda birləşəcəklər. Ya birləşəcəkdir. Yəni hətmən. Fəqət Tatarlar, Üzbəklər, Qırğızlar ayrı kültürlər təşkil verirlərsə, ayrı millətlər durumuna gələcəklərindən yalnız öz ismiləri ilə anılacaqlar. Amma deyir, əgər bu 3 millət, ya 4 dedi, 3, Tatarlar, Üzbəklər, Qırğızlar, əgər özləri gələcək, biz bir ayrı kültür təşkil veririk, Rusdan və Türkdən və Məsihiyyətdən filandan, təşkil versələr, ayrı millətlər durumuna gələcəklər. Yəni, deyəcəklər ki, mən Qırğızam, mən Türk deyiləm. Mən Üzbəkəm, Türk deyiləm. Mən Tataram, Türk deyiləm. Bu yerə gələcəklər, onda yalnız öz ismiləri ilə alınacaqlar, anılacaqlar. Deyir, onda öz ismiləri ilə şərafətlənəcəklər. Anılmaq, yəni şərafətləndirmək. Ərəbcədir, onun yerinə türkcə. Yəni, elə öz adları da özlərinə şərəf verir təbii ki, türklük amma üstlərindən götürüləcəkdir. Türk kəlməsi. Yəni, bir var ki, deyə mən Tatar türkiyəm, sonunda belə deyə heç olmasa. Bir də var deyə mən türkəm, heç Tatarın da deməyə. Bir də var ki, yox, gələ deyə ki, mən elə bir ayrı başqa kültür, bir başqa diləm. Onda da başqa millət olur. Öz adı ilə gedəcək, deyəcək Qırğız, Tatar, Üzbək. O zaman bütün bu əski əqrəbaları qovmi bir topluluq halında birləşdirən müştərək bir ismə gərək duyulacaq. Bu ortaq ism Turan kəlməsidir. Deyir, belə olanda ki, Qırğız, Üzbək, Tatar dedi ki, mən özüm bir ayrı millətəm, onda nə olacaq? O zaman bütün bu əski əqrəbaları, əski, qədimi, yaxınlıqlar, əqrəba famillıq, dost yox, famillıq, qovmi bir topluluq halında, onda deyir, qovum olacaqdır. Deyəcək ki, Qəzzaq məsələn özü bir qovmudur, üçün bir dədədən deyəcək gəlmişəm, Tatar birdir filan. Topluluq halında birləşən müştərək bir ismi gərək duyulacaqdır. Duyulacaq, yəni ehtiyac görəcəkdir. Gərək duyulacaq, yəni ehtiyac görünəcəkdir ki, bunların hamısına bir müştərək ad qoyaq. O nədir?
burada istə yazıb, mən fikirlərim iştədir. Burada yanlış düşübdür. İştə bu ortaq ism Turan kəlməsidir. Yəni iştə, yəni bu halda ya bu Turan kəlməsidir. Əziz dostlar, elə burada icazə buyurun qutaraq 27-ci səfənin 1-ci paragrafını qutardıq. Sizlərə can sağlığı arzulayıram. Umaram ki, oxuyasınız. Mən bu kitabı gündə oxumağa cəhd edirəm. Umaram ki, siz də cəhd eləyəsiniz, oxuyasınız. Download üçün mənim Telegramıma gedin, oradan bu kitabı download eləyə bilərsiniz və oxuya bilərsiniz. Sağ olun, sağ qalın, yaşayasınız.